Nələr? Aha. Eşat Miri bir yaxşı paylaşım eləmişdi. Ben indi oxuyuram. Ümumbəşəri dəyərlərin adı olan İslamın dəyişməyən dəyərlərindən biri də Bismillahdır. Bismillah sözünü çox adam Bismillah edir. Bismillahirrahmanirrahim. Bismillah demək olmaz. Allahın əzəmətindən çəkinmək lazımdır. Sonra cəhənnəm də var. Dediğimiz sözdən də sorumlu. Sonra bilmədiyimizdə deməməli. Hamısı Qurandadır. Bismillah həyatınızı Allaha bağlayan bir körpüdür. Maddi həyatınızı mənəvi həyata calaşdıran əlaqədir. Maddi həyatınızı mənəvi həyata calaşdıran əlaqədir. Sonra ürəyimizi şah damarımızdan da bizə yaxın olan Yaradanla birləşdirən naqildir. Mələk dişim yoxdur ki, çıxırız. Aydın deyil, deyəmirəm, deyil. Bismillah dünyanı, ürəyimizi şah damarımızdan da bizə yaxın olan Yaradanla birləşdirən naqildir. Görünə geçəcək. Sonra Bismillah dünyanı ahirətə, faniliyi əbədiyyətə, yaradılanı Yaradanla əlaqələndirən bir səbəbdir. Sonra Bismillah insanlara qazandırdığı baxışdır. Qazandırdığı da cümlələr əzbərləyənməni bunu deyil. Bismillah insanlara qazandırdığı baxışdır, dünya görüşüdür, təfəkkürdür, düşüncədir, şuurdur. Söndür. Bir dəqiqə düşünün. Bismillah insanlara qazandırdığı baxışdır. Yaxşı baxışdır. Nə? Nurlu baxışdır. Nurlu sözünü yazmışsa baxışdır. Yəni pis baxışdır olursa, onun Bismillah'ın əlaqəsi yoxdur sonra. Bismillah. Dünya görüşüdür. Bismillah insanlara qazandırdığı yaxşı şeylər yəni qazanmaqda. Qazanmaq mənasında, yaxşılıq mənasında baxışdır, dünya görüşüdür. Təfəkkür olsa, yaxşı mənada təfəkkürdür, düşüncədir. Qazandırdığı yaxşı baxışdır. Yaxşı sözümlə qeyd edilsə, yaxşı baxışdır, dünya görüşüdür. Nə? Baxışdır, yaxşı baxışdır, dünya görüşüdür, düşüncədir, şuurdur və təfəkkürdür. Yaxşı gedir təfəkkür? Yox. Təfəkkür yaxşıdır. Təfəkkür haradaydı? Deyil burada. Sən gətirdin, təfəkkür axıda dedin. Getdi. Niyə məsələn paylaşmaq istəyirəm? Niyə? Çünki Bismillahirrahmanirrahim. Bismillah. Belə deyirlər. Bir də Allah Əkbər. Deyirlər Allah. Bir də Əstəğfirullah. Və bitər deyilir Əstəğfirullah. Belə danışan. Yəni bilmirlər nə deyirlər. Deyirlər amma. Çox da pis deyirlər. Olmaz. Qəti qazandır. Allahu Əkbər. Allahu Əkbər. Elə demək olmaz. Allah tək böyükdür. Gözəl. Məsələn, necə deyə bilərsən? Bu gün neçə dəfə desən, axırki yaxşı deməyə çalış və axırda stop elə. Allah tək böyükdür. Deyim. Allahın tərzinə uyan udacaqdır. Allahu Əkbər. Allahu Əkbər. Hamı görəcək ki, dünyanın tərzinə yox, Allahın tərzinə uyan olacaqdır. Tərz nədir? Vacib, yəni nə? Tərz, yəni, deyirəm də, dünya, tərz, izahlı lüğətdə yazmışdım bilir. Məsəl üçün, qoy bir dənə açın, deyirəm ki, yəni vacib buyurduğu, Allahın buyurduğu hamısı vacib, söz bağlı. Nələr? Fərz, vacib mənasına, baxmadım izahlı, amma yadımda qalıb, elə baxmışdım, müstəhəb nədir? Müstəhəb də ki, deyərsən, yəni eləsən də olar, olamaz, eləməsən, deyərsən mən eləcək, sən eləcək, yadımda elə qalıb, müstəhəbdir, fərz, müstəhəb fərz.